Son günlər sosial şəbəkələrdə Bakının mərkəzində tıxacın qarşısını almaq məqsədi ilə körpü inşa ediləcəyi ilə bağlı məlumatlar yayılır. İddialara görə bu layihə paytaxtın avtomobil yükünü azaltmaq məqsədi daşıyır. Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən cavab olaraq bildirilib ki, komitəyə belə bir təklif daxil olmayıb. Stat: Bakı şəhərinin baş planında da belə bir layihə nəzərdə tutulmayıb. Nəzərə çatdıraq ki, dövlət başçısının göstərişinə əsasən aparıcı qlobal şəhərsalma prinsipləri nəzərə alınaraq şəhərin planlı və sistemli inkişafını təmin etmək məqsədi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin baş planı hazırlanıb və aidiyyatı dövlət orqanları ilə razılaşdırılaraq 30 dekabr 2023-cü il tarixində Nazirlər Kabinetinin 504 nömrəli qərarı ilə təsdiq edilib. Yerli və xarici mütəxəssislər qrupu tərəfindən hazırlanan sənəddə 2040-cı ilədək paytaxtımızda görüləcək iri miqyaslı işlər, şəhərin gələcək inkişaf perspektivlərini, yaradılacaq yeni infrastruktur, salınacaq parklar və s. barədə məlumatlar öz əksini tapıb.